Yol derdindən bizim hamilə qadınlar evdə doğur. Skori, pamoş gəlib bura çıxa bilmir. Skor, pamoşda təcili yardım gəlib bura çıxa bilmir. Elə gündə elə qazancımızı maşına veririk, elə təmirə veririk. Bu yolu getmək mümkün deyil. Uşağımızı məktəbə yola sala bilmirik. Əl arabasında məktəbə uşaq gətirərlər. Biz bugünkü gündə uşaqlarımızı əl arabasında, eşki arabasında, at arabasında məktəbə aparırıq. Bura Kürdəmir rayonunun ucqar kəndlərindən olan Sovla kəndidir. Bu kəndin 2000-dən çox əhalisi uzun illərdir yolsuzluqdan əziyyət çəkir. Yolun ümumi uzunluğu 3 kilometrdir. Sakinlər iddia edirlər ki, bu günə qədər bir dəfə də olsun kənd yollarına asfalt örtüyü salınmayıb. Onlar bu məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bir dəfə də olsun onların səsinə səs verən olmayıb. Sakinlər bildirir ki, yolun bərbad olması səbəbindən kəndin 2 qəbirstanlığı var. Biri yay, biri qış üçün. Rayon ərazisindən təqribən 38 kilometr aralıda olan kəndin sakinləri xəstələrini həkimə də vaxtında çatdıra bilmirlər. Kəndimizin arasında yol çox bərbad vəziyyətdədir. Özümüzün gücünə, özümüzün təşəbbüsü ilə yenə hələ bu halda ki, özümüz bir balaca düzəliş vermişik. Əsas elə problemlərimizdən bizi bu yol problemidir. Uşaqlar yağış yağdı, məktəbə gedə bilmir. Çətinlik çəkirlər. Kimi at arabası ilə aparır uşağın. Çox zulüm çəkirik. Hər yerdə şikayət eləmişik. Bizim bir səsimizə səs verən yoxdur. Ayrı heç ölür xəstəmiz iskor gətirəmirik. Ölür meydimizi qabırsanlığa aparamırıq. Onun üçün 2 yerdə qabırsanlıq qurmuşuq. Birinə qışda yağdı, ora aparırıq, yağmadı. Olmuşuq pərəm-pərəm. Dədəmiz o qabırsanlıqda, anamız bu qabırsanlıqda. Bilmirik onun hasına gidə. Qalmışıq arada. İndi sizdən artıq dərəcədə xahiş edirəm. Bizə bir əncam qırın. Yollarımız elə bir vəziyyətdədir ki, yəni yağış yağdı, bura skori gəlməyə, yəni çətinlik çəkir. Kürdəmir rayonunda da Soğula kəndində bütün taksi şoferlərindən, yəni Soğula yolu haqqında öyrənə bilərsiniz. Yəni maşını 20 manatlı yol, 30 manatdan yəni bura gəliş yoxdur. Maşınlar yəni əziyyət çəkir, palçıqdır. Uşaqlar məktəbə gedə bilmir. Skoriyadan gedirik, gəlmir. Düz eləyir. Ara gəlsin, yol yox, bir şey yox. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Dinas TV-nin sorğusuna cavab olaraq bildirdi ki, Kürdəmir rayonunun Sovla kəndinə gedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Bu yol Kürdəmir-Zərdab yolunun 15-ci kilometrindən ayrılır, ümumi uzunluğu 3 kilometrdir və çınqıl örtülüdür. Kənd yolu asfalt örtü ilə təmir olunması üçün təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib. Ad çəkilən yol mərhələli şəkildə gələcəkdə digər avtomobil yolları ilə bərabər investisiya proqramı daxil edilərək təmiri həyata keçiriləcək. Ümid edək ki, aidiyyatı qurumun verdiyi söz gerçəkləşər və sakinləri narahat edən yol problemi tez bir zamanda öz həllini tapar. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.